Verilən ədədi minliklər mərtəbəsinə qədər yuvarlaqlaşdırın. Ədədimizi qeyd edək və oxuyaq. Təklik, deməli, təklik onluq 100-lük, minlik 10 minlik, 100 minlik, yəni 986.457 ədədidir. Və bu ədədi minliklər mərtəbəsinə qədər, yəni təklik, onluq, 100-lük və minlik mərtəbəsi. Minlik mərtəbəsində duran rəqəmimiz 6-dır. 6-ya qədər olan mərtəbəmiz isə 4 rəqəmi ilə yəni başladığı üçün belə deyək, 4-dən 6-ya bir vahid vermirik. Çünki əgər biz yuvarlaqlaşdırdığımız mərtəbəyə qədər olan rəqəmlərimiz 0, 1, 2, 3, 4 olarsa, özündən əvvəlki mərtəbəni heç bir dəyişiklik olmur və biz burada yazırıq 986.000. Lakin 4-dən böyük rəqəmlər olsaydı, bu zaman yuvarlaqlaşdırdığımız mərtəbə bir vahid artardı və digərlərində yerinə 0 yazarıq. Deməli, 986.000 alınır.